Azərbaycan futbolu 2025-ci ildə mövzusunda danışmışdıq. İndi də ötən ilin idman yekunlarına nəzər salaq. Görək, güləş, judo, boks, şahmat və futboldan başqa digər komanda idman növləri 2025-ci ildə nələrlə yadda qaldı? Gənclər və İdman Nazirliyinin açıqlamasına əsasən Azərbaycan idmançıları 2025-ci ildə 2113 medal qazanıblar. Rekord nəticədir və bunun təxminən 30%-i qızıl medallardır. Bura Azərbaycan idmanında məmə yeyəndən pəpə yeyənədək, yəni uşaq yeniyetmələrdən böyüklərə qədər qazanılan bütün medallar daxildir. Əlbəttə, nazirlik belə gürultulu rəqəmləri hər il sonu həvəslə açıqlayır. Amma medalların kəmiyyətindən çox keyfiyyətinə də diqqət yetirmək, hansı səviyyəli yarışlarda, necə bir rəqabətdə qazanıldığı da nəzərə alınmalıdır. Məsələn, apreldə Serbiyada keçirilən Ümumdünya Məktəb Yay oyunlarına ölkəmiz nə az, nə çox 191 idmançı ilə qatılmışdı. Serblərin bərbad təşkilatçılığı və hakim qalmaqalları səbəbindən ciddi narazılıq doğuran, hava şəraitinə görə bəzi idman növlərində yarışların başdan sona keçirildiyi gimnaziadadan ölkəmizə 84 medal, 33 qızıl, 23 gümüş, 28 bürünc gətirildi. Böyüklər arasında keçirilən mötəbər idman yarışlarına gəlincə, nəhəng yarışlara qatılan federasiyalardan atletika, badminton, avar çəkmə və kanoe, qılınc oynatma, üzgüçülük və kamandan ox atma federasiyaları bu yarışlardan medal gətirə bilməyib. Paralimpiyaçılarımız il ərzində 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla ümumilikdə 61 medal qazanıb. Onların arasında bir dünya, 2 Avropa çempionu var. Eşitmə məhdudiyyətli idmançıları birləşdirən Deaflimpiya Komitəsi üçün 2025 tarixi bir il oldu. Tokyoda keçirilən 25-ci yay Deaflimpiya oyunlarında judoçu Coşqun Əliyevin qazandığı gümüş 2 ildir yaradılan komitənin tarixinə ilk medal kimi düşdü. İlin ən möhtəşəm idman nailiyyətlərindən biri qadın şahmatçılarından ibarət milli komandamızın tarixində ilk dəfə dünya ikincisi olmasıdır. Bu, təxminən futbol üzrə Danimarka millisinin 1992-ci ildə Avropa çempionu olmasına bənzəyir. Əlcəzair şahmatçıları İspaniyadakı yarışa vaxtında viza ala bilmədi və onların əvəzinə dünya çempionatına Azərbaycan millisi dəvət olundu. Bir-iki günə yığılıb hazırlıqsız Linaresə yollanan qadın qrosmeysterlərimiz yekunda dünya ikincisi oldu. Kişilərdən ibarət yığma isə sentyabrda Batumidə keçirilən komanda hesablı Avropa çempionatında gümüş medal qazandı. Kişi şahmatında belə nəticə sonuncu dəfə 8 il əvvəl olmuşdu. Gimnastlarımız 2025-ci il ərzində dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə ümumilikdə 65 qızıl, 85 gümüş və 80 bürünc medal qazandı. Batut gimnastikası üzrə dünya çempionatında əla nəticəmiz oldu. Tam bilik üzrə millimiz İspaniyadakı mundialda komanda hesabında dünya çempionu olmaqla titulunu qorudu. Batut üzərində çıxışlarda isə Maksud və Selcan Mahsudovalar dünya üçüncüsü oldular. Selcanın həmçinin Almaniyadakı Dünya Kubokunda dünya rekordunu yeniləməsi də gimnastikada ilin hadisələrindən oldu. Tofiq Əliyev isə sözün əsl mənasında dünyanı heyrətə saldı. Çində keçirilən dünya oyunlarında çətin element sayılan üçlü salto və üçlü vint kombinasiyasını mükəmməl formada icra edən Tofiqin görüntüləri günlərlə sosial şəbəkələrdə izləmə rekordu qırdı. İndiyədək dünya idmanında kimsə riskli sayılan üçlü arxaya fırlanma hərəkətini etməmişdi. Tofiq bunu ilk dəfə edən gimnast kimi tarixə düşdü. Futbolda Panenkanın penaltisi tarixdə necə qalıbsa, gimnastika tarixinə də bu hərəkət yəqin ki, Tofiq Əliyev saltosu kimi düşəcək. Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıb. 2024-cü ildə bu rəqəm 135 idi. Bilal Həbaşi Nəzərov 19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin 2 qat qalibi kimi düşdü. İlin boksçusu isə şübhəsiz Sübhan Mamedovdur. 19 yaşlı Sübhan cəmi 2 həftə ərzində həm 23 yaşlılar arasında Avropa çempionu oldu, həm də böyüklər arasında dünya çempionu. 14 gün ərzində 2 möhtəşəm çempionluq. Unikal nəticədir. Daha bir 19 yaşlı idmançımız judoçu Məhəmməd Musayev də 2025-ci ildə qeyri-adi nəticəyə imza atıb. O iştirak etdiyi bütün beynəlxalq yarışlarda, gənclər arasında Avropa kubokunda, daha sonra gənclərin Avropa və dünya çempionatlarında medal qazanıb. Ümumilikdə 2025-ci ildə Azərbaycan judoçuları beynəlxalq yarışlardan ölkəyə 253 medal gətirib. Amma Macaristandakı dünya çempionatında qazanılan nəticə yüksək qiymətləndirilməməlidir. Heyətində 2 olimpiya çempionu olan millimiz mundialı 3 bürünc medalla yekun sıralamada 14-cü yerdə başa vurdu. Hidayət Heydərov elə ilk görüşdə uduzdu. Ondan əvvəlsə judoçularımız Avropa çempionatında 1 gümüş, 4 bürünc medalla 47 ölkə arasında
10-cu olmuşdu. Nümunəvi nəticəni Gənclər millisi göstərdi. 23 yaşların Avropa çempionatında 2 qızıl, 1 gümüş, 1 bürünc medal və komanda hesabında qitədə 1-ci yer. Ağırlıq qaldırmanın bütün ağırlığını ötən il İsa Rüstəmov tək qaldırdı. Moldovadakı Avropa çempionatına ölkəmizdən yalnız o qatıldı, tək başına da 3 medal əldə etdi. Təkanla qaldırmada qızıl, birdən qaldırmada bürünc, 2 hərəkətin cəmində də gümüş medal. Afərin. Oktyabrda dünya çempionatına isə 4 atletimiz getdi, hamısı da medalsız qayıtdı. Hər zaman bütün yarışlarda medal ümidimiz olan güləşçilərimiz 2025-də də sambalını ortaya qoydu. Apreldə Slovakiyada keçirilən Avropa çempionatında güləşin 3 növü üzrə ümumilikdə 4 qızıl, 2 gümüş, 7 bürünc medala sahib çıxan pəhləvanlarımız həm sərbəst, həm də Yunan-Roma güləşində komanda hesabında Avropanın birincisi oldu. Sentyabrda dünya çempionatında isə güləş komandalarımız yekununda 8 medal qazandı. Həsrət Cəfərov il ərzində Avropa çempionu və dünya ikincisi olmaqla diqqət çəkdi və Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı kişi idmançısı seçildi. Güləşdə yeganə dünya çempionumuz, Avropa çempionatında isə bürünc medal qazanan Ülvi Qənizadəyə qarşı isə Nazirliyin seçimində böyük haqsızlıq edildi. 2 böyük yarışda medal qazanan dünya çempionunun adı ilin ən yaxşılarının siyahısında yer almadı. İdman Nazirliyindən belə əndrabadi seçimlər hər il sonunda olduğundan təəccüblənmədik. Çünki onlar seçimlərin məsuliyyətinin bir hissəsini sosial şəbəkələrin üzərinə atır. Sosial şəbəkədə də idmanı bilən, bilməyən, dəxli yoxdur. Dost tanışı çox olanlar, yuxarıdan gələn tapşırığa əməl edənlər səs verir. Hansısa olimpiya kompleksini və ya Uşaq Gənclər İdman Məktəbini öz nominasiyasında ilin ən yaxşısı edir. Yaxşı, bəs Nazirliyin özünün dünya çempionu və Avropa üçüncüsünün ən yaxşılar siyahısından kənarda qalmasına, göz yummasına nə ad verəsən? Gənclər və İdman Nazirliyində ilin yekunları ilə bağlı tədbirə dünya karatesinin əfsanəsi Rafael Ağayevin dəvət almaması da geniş rezonans doğurdu. 2 il əvvəl güləşimizin əfsanələrindən Hacı Əliyevin də Nazirliyi ilə buna bənzər narazılığı olmuşdu. Belə narazılar sırasında Nazirliyin statuslarını ləğv etdiyi bəzi idman federasiyaları da var. Deyilənə görə Nazirliyin özünün qara siyahısı var. Kim ora düşübsə, vay halına. Jurnalistlərdən bir neçəsi daha yuxarılara müraciətdən sonra o siyahıdan çıxarıldı. Bir qismi isə hələ də qaralanıb. Yadıma ötən il nazir müavini Mariana Vasilyevanın postundan azad olunmasından sonra Fərid Qayıbovun ona dəstək məqsədi ilə sosial şəbəkələrdə şəkillərə paylaşması, Vasilyevanı özü ilə bəzi tədbirlərə aparması düşdü. Bundan sonra prezidentin sərəncamı ilə 3-cü MDB oyunları üzrə təşkilat komitəsinin tərkibində dəyişiklik edildi və sədr postunda Fərid Qayıbovu baş nazirin müavini Samir Şərifov əvəzlədi. Daha sonra Milli Olimpiya Komitəsinin Hesabat Seçki Baş Məclisində Fərid Qayıbov qurumun həm vitse-prezidentliyindən, həm də İcra Komitəsinin üzvlüyündən çıxarıldı. Ölkənin ən nəhəng idman assosiasiyası AFFA ilə Gənclər və İdman Nazirliyinin soyuq müharibə vəziyyətində olmasını isə hamı bilir. Ümid edək ki, 2026-da Azərbaycan idmanını şəxsi prinsiplərdən uzaq, sağlam, vahid bir ailə kimi görəcəyik. Kollektiv idman növlərindən basketbolu fərqləndirmək olar. Yaxın keçmişdə çempionat keçirməyə klub tapmayan federasiya artıq bir neçə ildir davamlı, müntəzəm çempionat təşkil edir. Bu ildən ilk dəfə olaraq 2-ci liqada yaradılacaq. Azərbaycan çempionu Sabah oktyabrda ölkə basketbolu tarixində ilk dəfə Çempionlar Liqasında debüt edərək adını idman tariximizə yazdırdı. Avropanın tanınmış klubları ilə mübarizədə Sabah qrup sonuncusu olsa da, Çexiya təmsilçisi Nimburg üzərində Bakıda qazanılan qələbə yaddaşlarda qaldı. 3-ün 3-ə qadın basketbol millimiz Səudiyyə Ərəbistanında keçirilən 6-cı İslam oyunlarının çempionu oldu. Yarış İslam oyunları adlansa da, komandamızda İslam dininə bağlı bir oyunçunun belə olmaması da maraqlı paradoksdur. Bununla qeyri-müsəlmanlardan ibarət basketbol yığmamız tarixində 3-cü dəfə müsəlman oyunlarında qızıl medal qazandı. Təəssüf ki, basketbolun tərəqqisi fonunda voleybolun tənəzzülü davam edir. Düzdür, federasiya yaxşı pis ölkə çempionatını təşkil edir. 9 klub qadınların, 6 komanda kişilərin yarışında mübarizə aparır. Amma qadın klublarımız üçün ölkədən kənara çıxmaq söhbəti yoxdur. Bir vaxtlar Avropaya səs salan Rabitə, Azəriyel kimi klubların yaxın illərdə ortaya çıxacağı müşkül görünür. Sponsor məsələsi burada da başlıca problemdir. Demək olar ki, bütün klubları federasiya maliyyələşdirir. Nə qədər absurd da olsa, hələ ki başqa variant yoxdur. Azəriyelin Çempionlar Liqasında sonuncu dəfə oynamasından 10 il keçir. Son illərdə yalnız Avropanın 2-ci, 3-cü dərəcəli klub turnirlərində təmsilçimiz olurdu ki, o da artıq yoxdur. Voleybol Federasiyasının prezidenti Şahin Bağırov media açıqlamasında bunu klubların hazırlıq səviyyəsinin aşağı olması ilə izah edib. Stat, klub səviyyəsində gələcəkdə Avrokuboklarda təmsil olunmağı hədəfləyirik, amma bunun üçün böyük hazırlıq görülməlidir. Tam güvənli və
tam dayanıqlı klublar yaradılmalıdır. Statın sonu. Göründüyü kimi federasiya rəhbəri özü də hazırki klubları tam güvənli və dayanıqlı statusda görmür. Qadın voleybolçularımız 2025-ci ildə İslam həmrəyliyi oyunlarında gümüş medal qazandı. Amma Əfqanistan, Tacikistanla oyunlarda hesabı görəndə rəqiblərin səviyyəsi bəlli olur. Komandamızın qarşısına yalnız bir güclü rəqib çıxdı. Türkiyə. Onlara da həm qrupda, həm də finalda uduzduq. Belə vəziyyətdə bir zamanlar bizə voleybol coşqusu yaşadan qadınlardan ibarət milli komanda 8 aydan sonra Avropa çempionatında iştirak etməlidir. Avro 2026-nın ev sahiblərindən biri də İsveç, Çexiya və Türkiyə ilə yanaşı Azərbaycandır. Doğma azarkeşlər önündə komandamızdan qələbələr gözləsək də, mövcud vəziyyət nikbin danışmaq üçün əl yeri qoymur. Kişi voleybolunda ötən illərlə müqayisədə müəyyən canlanma var. Amma bu hələ ki lokal səviyyədədir. Avropa Challenge kubokundakı yeganə təmsilçimizin adı xilas edici olsa da, Azərbaycan voleybolunun xilas etmək üçün geniş miqyaslı işlər görülməlidir. Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirildi. Ənənəvi olaraq keçirilən Formula 1 üzrə Azərbaycan Grand Prix-sinin tamaşaçı auditoriyası bu il daha da genişləndi. Multi idman yarışlarından 52 idmançı ilə qatıldığımız 18-ci Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalında 10 medalla 16-cı yeri tutduq. Ərəbistanda keçirilən İslam həmrəyliyi oyunlarında Azərbaycanın bu yarışın tarixində ən zəif nəticəsi qeydə alındı. 179 idmançımızın mübarizə apardığı İslamiyadada ölkəmiz yekunda 10-cu oldu ki, indiyədək İslam oyunlarında həmişə bundan yüksək sırada olmuşuq. Ölkəmizdə təşkil olunan 340 idmançımızın iştirak etdiyi 3-cü MDB oyunlarında yekunda 184 medalla yalnız Rusiyadan geri qalaraq ikinci olduq. 2025-i beləcə başa vurduq. 2026-da isə Bakı dünyanın idman paytaxtı elan edilib. Bu il bizi qadın voleybolu üzrə Avropa çempionatı, judoçuların dünya çempionatı, yenə Formula 1 üzrə Azərbaycan Grand Prix-si, həmçinin 12 illik fasilədən sonra bərpa olunan və yeni marşrutla keçiriləcək beynəlxalq Bakı-Xankəndi Azərbaycan velosiped yarışı gözləyir. Azərbaycan idmanını daim zirvədə görmək arzusu ilə İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.